أفمن زين له سوء عمله فرآه حسنا بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا وحبيبنا محمد وعلى آله وصحبه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu muhterem Müslümanlar. Biz bir neçə gün əvvəl bir video paylaşdıq. Orada mən bu Qasim adlı adamın əxlaq dərsi keçməsi, amma və lakin öz videolarında əxlaqdan kənar sözlər yazıb o formada paylaşması, hətta Əhl-i Sünnənin sevindiyi, dəyər verdiyi şəxslərə o cür yazıb paylaşmalarını göstərdi. Onu da başqa bir yolla fırladı. Adam diqqət edin videoda nə deyir? Deyir ki, mən orada 18 plus Ayşə yazmışam. Yəni 18 yaşdan aşağılar baxmasın. Yəni bu adamın dediyi üst-üstə düşmür. Bu dediyi o dediyi də üst-üstə gəlmir. Anlamaq da mümkün deyil. Mən buradan bizi izləyənlərə sual verirəm. O Qasimə də sual verirəm. Bir video paylaşsaq sənin haqqında. Ey Qasim. Və onun altına yazsaq 18 yaşdan yuxarılar baxsın. Bunu hər kəs uşaqdan böyüyə anlamırmı burada nə baş verir? Televiziyalarda 18 yaşdan yuxarı yazanda, yəni bəllidir ki, burada biabırçı məsələlər var. Onlara toxunulacaq. 18 yaşdan aşağılar baxmasın. Təhqir edici sözlər də, təhqir də, əxlaqdan və etik qaydadan kənar bir şeylər də ola bilər. İndi mən burada demirəm sən birbaşa təhqir edirsən, amma sən müminlərin anası 1 milyard 700 milyondan yuxarı Əhl-i Sünnənin anı dedikləri adamı qoymuşsan, yanına onu yazmışsan, sıvışdırarsan, onu bir yerlərini yaza bilərsən Fatiməyə və ya başqalarına. Nəuzubillah, mən hissliyə də bilmirəm, çətinliklə deyirəm hətta, amma sən rahat yazmışsan. Və qıraqdan baxanlara sual verirəm. O deyir ki, bu adam necə başa düşür? Əcayib adamdır. Əcayib sənsən. Qıraqdan bax, özün ona necə başa düşərsən? Oradan nə başa düşərsən? Cəmaatın qarşısında qusul olan filankəz 18 videosu nə başa düşərsən? Eynisini sənə yazsaq nə başa düşərsən? Bu bir. İkinci məsələ. Bu qalıb birinci videoda. O Əmmaməli Rafizi var idi. 15-20 gün əvvəl ona bir video çəkmişdim. Kitabın adını düz oxuya bilmədi. Bu qalıb hələ orada onu deyə durur. Yəni mövzunu ora aparır ki, dəyişsin də mövzunu. Nədir orada? Əd-Durər-Rüssaniyyə fil-Əcvibətin Nəcdiyyə. Yerinə Əd-Durər-Rüssaniyyə fil-Əcvibətin Nəcdiyyə demişəm. Yəni bunun bir fərqi yoxdur. Sən qayıdıb deyirsən ki, sən elə deyəndə mən bu cür başa düşürəm tələffüzdən. Sən başa düşməyin problem deyil, sən onsuz da düz başa düşmürsən heç nəyi. Mənim dediyim düzdürmü? Bəli, düzdür. Əd-Durər-Rüssaniyyə Səniyyə fil-Əcvibətin Nəcdiyyə. Sən nə deyirsən? Sən də eynisini deyirsən. Sadəcə söz tapmırsan, bilmirsən nə edəsən, qalmırsan o mövzuda. Yəni mən sənə burada 2 dənə mövzu demişəm, sən gedib qalmırsan hər o kitabın adında. Mən səni dəvət etdim, bax. Mən təkəbbürü bir kənara qoyub sənə deyirəm ki, yaxşı, gəl, mən razı. Hətta görüntü olmayaraq. Çünki mən də, yəni özün də görürsən, baxanlar da görür ki, TikTokda 400-dən yuxarı video dərs var, YouTube'da da 150. 150-dən yuxarı. Amma orada görüntü yoxdur. Mən də görüntüdən yana deyiləm. Yəni görüntü ilə video, canlı video şəkildə üzünü göstərərək dərs verənlərə, dərs aparanlara, onlara yəni başqa bir gözlə baxmıram. Estağfurullah, öz işləri. Lakin mən o formada etmirəm. Baxıram ki, sən də etmirsən. Yəni doğru bilirəmsə, sən də mənə dedilər ki, mən belə eşitdim. Bilmirəm, sənin videoya baxmamışam. Demirsən ki, mən filan kəsləri münazirəyə çağırıram dövlətə. Amma üz görünmədən. Yəni səsli şəkildə. Buna razı. Mən də mövzu qoymuşam. Və sən qayıdıb deyirsən ki, mən mövzu qoymuşam. Ay adam, mən nə bilim sən nə mövzu qoymuşsan, nə vaxt qoymuşsan. Mən sənin bütün videolarını izləmirəm ki. Mənə dedilər bu münazirə istəyir, dedim nə məsələ, dedi bilmirik, belə özünə video çəkin, özünü yəni çağırın. Mən də dedim ki, çağırın deyəndə ki, yəni dəvət edərik, görək nə istəyir, nədir bunun niyyəti, hədəfi nədir? Gəl edək, mən də dedim ya Qur'anın tərifi, yuhərrifunəl Qur'an, yox baxdım sən ərəb dilində xətalar tutursan, mən orada sənə ərəb dili qrammatikasından bir çox şeyi savaladım. Ya da sən ondan danışaq ki, yəni artıq qutar, bunu gör, söz axtarma, xəta axtarmağa çalışma. Bu mənada, yəni xəta ümumən qul xəta edəndir. Amma bu mənada. Biz ərəb dilini yurdunda oxumuşuq, yurdunda. İndi mən lazım deyil, gərək deyil. Ay burada təhsil almışam, ay orada, ay filan qədər diplom, ay filan qədər sertifikat. Bunların ehtiyac yoxdur. Bu qədər kifayətdir. Yəni bunu axtarıb araşdırma. Mən o videosuna baxın, xəta tapım, bu videosuna bax. Bax, Minhəcü Sünnətin Nəbəviyyə. Minhəcü Sünnə. Sizə rəddiyədir. Şeyxülislam İbn Teymiyyə Rahiməhullahın yazdığı kitab. Onu mən Azərbaycan dilində həm tərcümə edirəm, həm də qısa şəkildə Allahın izin verdiyi qədər şərh edirəm. Elhamdülillah. 5-ci hissədəyik. 1-ci hissədən 5-ə qədər bax. Bax gör ərəb dilində nə oxuyuram, necə tərcümə edirəm. Və bir də bax gör orada Rafizilərə rəddiyyədir o kitab. Amma Rafizilərə təhqir edici,
etik qaydadan, əxlaqdan kənar bir söz nədən istifadə edirəm, nə də Şeyxülislam İbn Teymiyyə. İstifadə etmirik. Amma sən videolar paylaşmısan, sələfilər haqqında adını qoymusan Vahabi, bu başqa, bu heç. Yazmısan ay fırıldaqlar, ay yalançılar, fırıldaqların münafiqliyi, nə bilim 3 münafiqin sifəti, münafiqin 3 sifəti, 18 video, səninkinə bax, sənin videolarına bax, bir də mənim videolarıma bax. Yəni açıq aydın baxan insan görür də hər kəsi. Uzaqdan baxanda sənin videonda, video başlığa baxan bir insan, yazılanı görən bir insan heç içini dinləməyə belə ehtiyac duymur. Yəni çəkinir. Bu formadadır. Allah Subhanahu wa Ta'ala buyurur ki, Rəbbinin yoluna hikmətlə və gözəl nəsihətlə dəvət edir. Biz bunu eşidirik və itaat edirik, elhamdülillah. Nəysə, bu da getdi, digər bir mövzuya gələk. Bu Qasim adlı adam deyir ki, mən sizə öyrətdim, sallallahu aleyhi və səlləm deməyi, subhanallah deməyi biz sizə öyrətdik, başa salırıq. Sən kimsən, siz kimsiniz, başa düşmür. Yəni sizdən əvvəl heç kim deyə bilmirdi bu sözləri. Bir daha təkrarlayıram, gir bax videolarıma, gör orada mən sallallahu aleyhi və səlləm sözünü, digər zikirlər necə söyləyirəm. Yəni bunlara bax biraz, bax, sonra ədalətlə danış, oradan yalan iftira atma. Mən deyirəm ki, sallallahu aleyhi və səlləm. Və bəzən deyirəm sallallahu aleyhi və alə alihi və səlləm. İndi ola bilər, tələbələrdən bəziləri deyəndə, məsələn, mövzuda danışır, tələsir və ya ümumən, yəni ola bilər ki, tələfüzdə quzur çıxsın, sallallahu aleyhi və səlləm. Yəni bunu sən götürüb səlləm deməyin, bunun yeri yoxdur. Bunu siz öyrətmirsiniz, biz öyrədirik. Hətta bizim alimlərimiz, Şeyx İbn Hüseymin rahiməhullahın dərsi var, dərsində deyir ki, Peyğəmbərin adı çəkiləndə sa yox, bu cür deyir. Sallallahu aleyhi və alə alihi və səlləm deyin. Yəni bu məsələni tək bilənlər siz deyilsiniz. Elhamdülillah. Və gəldik sonuncu məsələyə. Qasim adlı bu adam deyir ki, sonda bu nə əcaib insandır, sən filan kəsin vəkilisən, nə bilim nə, yox mən heç kimin vəkili deyiləm, sən kimə cavab verirsən, kimlə danışırsan, o mənə dəxlisi yoxdur, kim sənə cavab verir, heç onun da mənə dəxlisi yoxdur, mən burada sənlə danışıram. İkimiz başqalarına girmə. O videolarda qoymaqda səbəbim, yəni yazılarındır. Videolara necə giriş edirsən və qıraqdan necə görünür, onu görməyindir. Yəqin ki, görüb anladın. Əgər ədalətin, səmimiyyətin, dürüstlüyün varsa, bax qıraqdan gör mənim gördüyümü görürsən yox. Yəni görür insanlar, görür. Hər şey elhamdülillah ortadadır. Və sonra mən bir daha bu debat məsələsində bir şey bildirmək istəyirəm ki, ey Qasim, sənin videolarında get Qur'anın tərifi, yuharrifunəl Qur'an üzərə münazara et, danış deyəndə, niyə onların yorumlarını silirsən, bloq edirsən, görməməzlikdən gəlirsən? Bununla kimi anladırsan? Özün ona, buna nə deyirsənsə, hamısı səndə var. Bir uca verib. Bir də deyirsən debat fərarisi. Sən özün debat fərariliyi eləyirsən. Debat. Yazanlara gəlmirsən. Yazırlar, silirsən. Özün başqasına deyirsən kəzzab, özün yalançılıq edirsən. Yalan danışırsan. Videoda deyirsən gəl, yorumlarda başqa adam olursan, videoda başqa. Allah bilir, canlı üz-üzə gəlib münazara edəndə onda hansı forman alasın. Yəni qısaca, bu da mənim son bir yolum sənin barəndə və dediklərin barəndə. Mən də yazdım debat məsələsində. Danışmaq istəsən, xodri meydan. Biz meydandayıq. Elhamdülillah. Başqalarını bilmirəm. Kim deyirsən qaçır, kimi çağırıram, yayınır. Onlar mənə dəxli yoxdur. Mən onlarla bağlantım, bir əlaqəm yoxdur. Mən sənə təklifi qəbul etdim və dedim cavab olaraq. İndi sıra səndədir, özün bilərsən, mənim son cavabımdır, bu artıq sənə cavab verməyəcəyəm. Bu məsələlər barədə ola bilər. Bizim alimlərdən, şahlardan nəsə bir şey paylaşarsan, yenə öz nəfsinə uyğun formanda yozaraq, fəhm edərək, o formada anlayıb, o formada təbliğ etməyə başlayarsan, pis göstərmək niyyəti ilə, ona cavab vermək olar, elhamdülillah. Amma artıq bu mövzuda qalmaq görürəm ki, yəni lazım deyil. Başqalarına cavab yazırsan, o işindir. Onlar da səninlə danışan, o da onların işidir. Mən də başqalarının yerinə danışacaq deyiləm. Allah səni, sizi hidayət etsin, islah etsin. Bax, yenə də fərqimiz görünür, elhamdülillah. Sən bəddua edirsən, mən xeyirli dua. Yenə də bir vətənin vətəndaşlarıyıq. Yəni Azərbaycanda yaşayırsan, yəqin ki. Ona görə də biz sizə bəddua etmirik. Allah islah etsin, hidayət etsin. O fiil işlər var artıq, sahabələri söyür, təhqir, möminlərin anasına təhqir. Onlar heç Allah onları yerin dibinə batırsın. Onlardan hidayətdən keçib. Yenə də ən doğrusunu Allah bilir. Allahu aləm. نستغفرك ونتوب إليك والحمد لله رب العالمين وصلى الله وسلم على نبينا وحبيبنا محمد